Sinema Radyo. Aziz dinleyiciler, Dost Sinema rubrikasına keçid aldıq və bugün qonağımız kino rejissor Samir Kərimoğlu'dur. Samir Bey, xoş gəldiniz. Xoş gəldiniz. Necəsiz? Çox İşləriniz necə gedir? Çox yaxşıyam, çox işlərimiz də çox yaxşı gedir. Dünənlərdə çəkilişdəydik. Böyük miqyaslı bir çəkiliş epizodu idi və onun öhdəsindən də yaxşı gəldik. Aha, əhvalınız yüksəkdir. Bəli. Dövlət dəstəyi almış Sözün Varsa De layihəsindən istərdim. Biraz geniş danışaq. İdeya necə yarandı? Çəkiliş prosesi və s. Çox maraqlıdır. Oradan uzun müddətdir artıq bu ideya var idi. Bir 5 ildən bəlkə də biraz da çox ideya olaraq təbii ki var idi. Bu bəzi epizodlarını fikirləşib yaddaşımda saxlamışdım. Elə oldu ki 2019 yanılmıramsa 19-dan sonra Arka yarandı və artıq fikirləşdim ki bu layihəni edəcək şey yarandı. Və başladım mən bunun üzərində ssenarinin təkmilləşməyə, daha doğrusu yazmağa. Bir 2 ay, 3 ay davam elədim. Təbii ki, bundan öncə ssenaristlərə müraciət etmişdim, professional ssenaristlərə müraciət etdim. Onları təbii ki, onların da işləri çox olduğu üçün elə oldu, uzandı, məsələ uzandıqca uzanırdı və sonunda qərar verdim ki, tez bir eləmək istəyirəmsə gərək özüm eləyim. Özüm oturdum və yazdım. Dediyim kimi 2-3 ay davam elədi. Bitirdim, göndərdim həmən ki o professional dediyim adamlara, uşaqlara, şəxslərə və müsbət feedbacklər aldım. Yəni dedilər ki, okeydir, hər şey yaxşıdır, çox. Ondan sonra müsabiqə başlandı və arkadan iştirak etdim. Təbii ki, birinci, ikinci il Çətinliklər oldu. Çətinliklər oldu, bəli, hər zaman kimi. Amma sonuçta bu il 2025-də daha doğrusu ki, müsabiqədən keçdik, qalib olduq və hal-hazırda Seyid Bəyli Film Production'dan və Arkan təbii ki, birgə istehsalı Sözün Varsa De layihəsi artıq istehsala gedir və biz 10 gün çəkiliş hətta eləmişik. Təbii ki, bir 35 günümüz də qalıb qarşıda. Yəni balaca bir layihə deyil, böyük layihədir. Çətin layihədir. Çünki içərisində hər şey dinamikdir. Yəni çox necə deyim, elə ssenarinin çox epizod var içərisində və bunlar da böyük masштабlı kütləvi səhnələrlə dolu. Bildiyimiz qədərilə filmin ruhunda meyxana dayanır. Yox, ruhunda başqa şey dayanır. Meyxana sadəcə bizdə belə qeyd edə bilərəm ki, əslində bu film mən çoxdan istəyirdim ki, Azərbaycana məxsus olan, milli mənəvi dəyərlərini qoruyan, klassik söz ədəbiyyatını və folklorunu da cəmləşdirən bir filmdir, ssenaridir, layihədir. Və orada da meyxanaya da yer ayrılıb təbii ki. Ruhunu təşkil eləyir Yaqut xanım bunu filmin. Mənə görə biz daha doğrusu bu ssenaridə Hüseyn Cavidin İblis tamaşası rol alıb. Çünki bizim baş qəhrəmanımız həm də aktyordur, qabaqcıl aktyordur. Yəni adını demirsiniz? Yox, rol olaraq Rəşad Mikayılzadə baş qəhrəman obrazındadır və o İblis tamaşasında rejissor ona İblis obrazını verir. Burada sinxronizasiya gedir. Çünki baş qəhrəman da özü qisas almaq istəyir həyatda və bildiyimiz kimi İblisin özü də bir insandan qisas almaq arzusu ilə yaşayıb həyat. Allahın yaradışından sonra və bu paralel aparılır. Sonuçta spoiler verməyim, yəni kim kimə qalib gəlir. Təbii ki, yaxşı bitir. İnsan, daha doğrusu baş qəhrəman dərk edir ki, bu qisas almaq olmaz da. Olar, yəni gərək əlində böyük bir dovud olsun. Yəni bunun üçün daha çox
səbəb olsun ki, bunu yerinə yetirəsən və bu ondan başqa bir həllini tapır. Müasir kino və folklor. Necə Samir Kərimoğlu bunu ekrana daşıyır? Mənim üçün çox maraqlı olub həmişə ki, məsəl üçün bilirsiniz necədir, hərdən bayağılaşdırırlar meyxana janrını və yaxud da bunun alt qatı söz ustadlarının dediyi mükəmməl. Yəni necə deyim sizə Yaqut abi? Yəni çox ani az bir müddətdə o cür düşüncəni böyük istedad tələb edir əslində. Bu bir vergidir. Yəni anlata bilirəm, bu çox bir necə deyim, yerində, məqamında uyğun söz tapıb. Bu mənim üçün həmişə belə intellektual, yəni hər şey bayağı deyək ki, bunun əgər bir şeyin xirdarı varsa, demək bu artıq yuvelir işidir də. Zərgər işidir. Demək bu da o tərəfdən yanaşmam var idi. Çox istəyirdim belə bir şey əmələ gəlsin. Kiməsə deyəndə ki, məsələn, meyxanadan filmdə onlar edə bilirlər ki, amma bunun alt qatında daha doğrudan çox böyük bir, mənə görə çox yaradıcı bir tərəfi var. Ona görə də hal-hazırda işlədiyimiz zamanda da bizim filmdə hansı ki yazılıb meyxanalar və o sözlərə diqqət eləyəndə nə gözəldir də. Çünki biz indi özəl olaraq işləyirik, heç bir meyxana göstərir və ustadlardan, yəni ki, hal-hazırdakı yaşayan uşaqlardan, istedadlı uşaqlardan və onların söz yazılmış qabiliyyətini görəndə heyrətə gəlsən ki, yəni necə ola bilər ki, uşaqlar bu ki, və mən çox sevinirəm ki, doğrudan bu mesajı verə bilirik və bu ənənəni qorumaq üçün bir yüksək səviyyəyə qaldırmaq istəyirik. Ekranda biz məşhur simaları görəcəyik. Yox, görməyəcəyik. Məşhur aktyorlarımızı görəcəyik, amma meyxana ustadları yox. Xeyr. Maalesef bilmirəm necə deyim. Çox bu məsələni əvvəlcədən də çox təkliflər oldu. Bəlkə çəkək hal-hazırda. Dedim uşaqlar, mən çox hörmət edirəm, hal-hazırda dostlarım. Onlardan da məsləhətləşirik, ya bir şey yoxdur ki, eləməyək. Amma çəkdiyimiz anda onların məşhurluğu mənim filmimi hələ bil ki, biraz reallığa darta bilər. Bədilikdən çıxardıb reallığa. Ondan qorxduğuma görə mən o şeyi keçdim və əslində ehtiyac da yox idi. Onlar zaten vardılar da, yəni YouTube və yaxud da sosial şəbəkələrin hamısında iştirak edirlər və görsənirlər. Biz sadəcə onlardan məsləhət və istifadə edirik, amma şey olaraq aktyor komandamızda məşhur simalar var. Bəli, bunlar Gülzar xanım Qurbanovadır. Başrolda çox mənim üçün çox qürurludur onunla işləməyə. Çox böyük, gözəl sənətkarımızdır. Sağ olsun. Yəni hərdən tək aktyorluqla bitmir, istedadla bitmir də, insanın insaniyyəti ilə də bu dəstək vermək, necə deyim, bu biraz qarmoniya yaradan da ümumiyyətlə komandada insan bir-birini eşidəndə, duyanda çox gözəl hisslər keçirik, çox gözəl komandamız var, çox gözəl də çəkilişlərimizdə gedir, şükür Allaha ki. Təbii baxmayaraq ki, çox az bir belə şikayət kimi demirəm də, yəni belə alınıb. Çox bir az büdcə ilə böyük bir film eləməyimizə baxmayaraq çox məmnunluq, şükür Allaha. Çəkiliş məkanlarından biraz danışırıq. Çox maraqlıdır məkanlarımız Bakı kəndlərində gedir. Nə gözəl. Buzovna, Əmircan, ola bilər Bayılda, ola bilər. Təzə başladığımıza görə biraz blok eləyirik. Dünən məsəl üçün Tibb Universitetində çəkilişimiz oldu. Sizə deyim, çox möhtəşəm bizə bir şərait yaratdılar. Sağ olsunlar. Baba belənçinə sonra deyim, teatrlarımızda olacaq çəkilişlərimiz. Musiqa mediada və az dramada. Onlarla da artıq danışmışıq. Onlar da bizə artıq münasibət çox yaxşı göstəriblər. Düzdür, hələ biz çəkiliş eləməmişik. Gözləyirik biraz azalsın da onların da işləri. Milli kolorit deməli hiss olunacaq. Mütləq. Artıq hiss olunur, artıq baxırıq materiallarımızdan hiss olunur. Çox gözəl musiqimiz olacaq. Azərbaycan ruhuna
xas. Mən istəyərdim elə komandadan biraz danışaq, operator, siz Musiqini demişkən qeyd edelim. Bəli. Hə, bizdə bəstəkar İlham Rəhimov və Nazım Məmmədov olacaq, iki şəxs və keçək komandamızda əsas qeyd elədim Seymur Seyidbəyli filmin baş prodüser olaraq o productiondan verilmişdi layihə. Ondan sonra icraçı prodüserimiz Hacı Ağa Qurbanovdur. Operatorum daha bundan öncə işlədiyim layihədə Torbağı Sanlı Yaşayasan filmində birgə işimiz var idi. İmanovdur. Çox gözəl operatordur. Çox gözəl film duyumu var. Yəni baxın, mən həmişə ayırmışam kateqoriyaları. Yəni sinematik operatorun öz funksiyası var. Reklam üçün reklamdır və ya sosialdır. Çox maraqlı bir də toy üçün də toyda deyəlim ki, bunlar ayrı-ayrı bir hətta televiziya üçün də televiziyadır. Bu maraqlıdır ki, operator, hamısı operator, hərəsinin özünü yerlərini dəyişdirdiyin təqdirdə ola bilər ki, işləməsinlər. Yəni şey olaraq işləməsinlər. Bu istədiyi almıyor. Baxmayaraq ki, adlı sanlı televiziya operatorudur, kinoda olmasın. Və yaxud ki, kinodakı gedib televiziyonu işləyə bilmir. Hərəsinin öz funksiyası var və görüntü qabiliyyəti var ki, sinematik olaraq imanda bu çox dəyər verdiyim bir tərəfidir. Ondan sonra rəssamımız çox dostum, hətta Sabuhi Atababayevdir, yəni tanımış artıq neçə illərdir. Ya demək olar ki, indiki dövrdə, yəni müasir kinematografiyanın rəssam, quruluşçu rəssam olaraq Sabuhi bir nömrədir mənə görə də və mənə elə gəlir ki, hamısına görə. Geri qalan başqa uşaqlarımız da var, yəni sadalı. İkinci rejissorumuz da Elmardır, Murad müəllimdir, prodüserumuzdur. Qrimdir, Sədadır, Sona xanımdır, assistentimdir və beləsinə uşaqlar. Yəni komandamız çox möhtəşəm. Mən uğurlar diləyirəm öncədən. Və nə vaxt təqdim olacaq təxminən? Biz əslində fikirləşdik ki, ola bilərdi ki, dekabra eləyək, amma sonra Rəşad Əzizovla arka ilə məsləhətləşdik ki, gəlin bunu eləyək. Baxın, bizdə film bir ayı əhatə eləyir, mart ayını ki, bu 4 çərşənbəni bir qeyd elədiyim kimi Novruz bayramı ərəfəsində və 4 çərşənbəni əhatə elədiyinə görə biz də fikirləşdik ki, bəlkə də elə bayrama nisbət 2027-ci ildə bunu biz tamaşaçılara təqdim eləyək. İnşallah. Samir bəy, biz nə etməliyik ki, bax, film lokal olmasın? Yəni, məsələn, dünya tamaşaçısı üçün Samir Kərimoğlunun filmi maraq yaratsın. Nə olmalıdır orada? Nə olmalıdır? Önəmli olan ssenari təbii ki, Yaqut xanım, bu bir mənalıdır. Onu qoyduq, bu yaradıcı tərəfdəndir. Amma bu tək bir tərəfli işləmir. Mən bu barədə Rəşad müəllimlə də danışmışdım. İlk Rəşad müəllimin arkaya gəlişində bizim görüşümüz olmuşdu və mən ona şəxsən öz tərəfimdən təqdim eləmişdim ki, bu barədə fikirləşin, bu barədə iş getsin bu prosesə. Nədir o? Mütləq şəkildə Azərbaycanın kino industriyasını təmsil edən şəxs Avropada oturmalıdır. Anlata bilirəm. Bu elə bizim agentimizdir. Səfir olduğu kimi, bir dövlətin səfiri olduğu kimi bunun Azərbaycan kinematografiyasının səfiri olmalıdır. Bu Azərbaycanda olmaya da bilər. Hətta da olmamağı daha yaxşıdır ki, çünki onların özünün bir güvən tərəfi olmalıdır ki, məsələn, Almandır, Fransızdır və ilaxırı deyəlim ki, yüksək festivalları təmsil edən. Bəli, bizdə uşaqlarımız bu gedirlər, iştirak edirlər, amma bu çox cırmaq-cırmağına, bu biraz uzun proses alır, yorulur adamlar, ikinci dəfə gedmək istəmir və bu şeydir. Mən özümlə görə deyirəm, mən məsələn, potensial olaraq deyəlim ki, mən həmişə qarşıma məqsəd qoyuyorum. Deyəlim ki, biz kommersiya filmi eləmək istəmişəm, demişəm uşaqlar, bu kommersiya filmi eləyirik, bu vaxtacan heç bir kommersiya filmi, deyəlim ki, uğur götürməyib, kassa yığmayıb və biz necə eləyək ki, olsun, gəlin bunu eləyək, bunu belə eləmək lazımdır ki, buna olsun da, və uğur da qazandı. Deyəlim ki, 2 dənə filmin, məsələn, kommersiya tərəfindən bir 2006-cı ildə hələ kinoteatrlar olmadığı təqdirdə, disk satışı olduğu təqdirdə Sirat Körpüsü filmi 200.000 disk satışı olmuşdu. İndi düşünün, 35.000 büdcə ilə mən çəkmişdim onu o vaxt.
eyni istinin də 2014-cü üstündən 8 il sonra 2014-cü ildə eyni bizə demək 35 min manata çəkildiyimiz, amma komandanın özünün yenə də hamısının bir yerə vurduğuna görə ki, uğurlu alındı. Bu da Xoxan filmi idi ki, bu da yenə böyük bir kommersiya potensialı oldu və kinoteatrlara mən yadımdadır ki, uşaqlar dedi ki, bu Xoxan tamaşaçını kinoteatra gətirməyinin səbəbi oldu. Yenidən belə bir güvən yaratdı ki, kinoteatrda biz yaxşı kinoya baxa bilərik. Eyni bu cürünə də festival filmini üzərində işləyə bilərik. Yəni məqsəd qoyulmalıdır, tema qoyulmalıdır, hansı bir filmlərlə, hansı rejissorlarla, hansı prodüserlərlə və bu beləsində bir komanda yaradılıb. Bilirsiniz necədir? Yəni mən Azərbaycandan çıxdığım təqdirdə artıq mən Samir Kərimoğlu deyiləm. Mən Azərbaycanlıyam. Azərbaycanlı gəldi filan vaxt, filan yerdə uğur qazandı, getdi. Fərqi yoxdur. A kateqoriyadan söhbət gedir də, təbii ki, B kateqoriya biraz asandır. Yəni. Ona görə də mən məsələn Rəşad müəllimə deyəndə ki, maraqlı deyil mənim üçün festival. Mən bilirəm ki, onların strategiyası necə gedir də, qıraqdan şeydir. İştirak eləmək lazımdırsa A kateqoriyada lazımdır. Eləmək mütləq də, yəni böyük plankaya işləmək lazımdır. Samir bəy, uzun müddət Mədəniyyət Nazirliyi ilə birgə işiniz olmadı. Bunun bir səbəbi var? Yanaşma tərzi biraz dəyişikdir. Yanaşma tərzi idi. Ona görə bir qeyd elədim. Arka yaranmasaydı mən hələ də onlarla işləmirdim. Onlar mənimlə işləmirdilər, mən onlarla işləmirdim. Bilmirəm. Artıq 2011-ci ildən sonra bir Mədəniyyət Nazirliyi sanki şəxsi bir şeyə çevrildi. Anlata bilirəm, yəni kimdən xoşum gəlir verirəm, kimdən xoşum gəlir falan kəs mənim adamımdır, verirəm, falan kəs mənim adamdır. Və belə bir intriqalar yarandı, eks-məmurlar təbii ki. Amma bu artıq olmadığına görə rahat indi sənət adamları yenə də qalıb, xırda-mırda bir də görürsən kimsə şikayət eləyir, kimsə yazır, kimsə status paylaşır ki, filan kəs mənə incitdi, filan kəs şey elədi. Bunlar da yoxa çıxacaq. Bu təmizlənməlidir ki, sənət elə bir şeydir ki, bu işığa oxşayır, nə qədər üstünü bağlasan, əvvəl-axır bir hardansa bir balaca da olsa çıxsa, o işıq bəs eləyir ki, aydınlatsın hər tərəfi. Sənətinizə işıq saçan bəzi layihələriniz var. Bax, bundan öncəki və məhz hal-hazırda söhbət açdığımız Sözün Varsa De layihəsindən sonra hansı layihələr sizdən gözləyək? Mən bunu artıq neçənci dəfə təkrar edirəm. Çox istədiyim bir dənə böyük layihə var ki, bu layihə 2004-cü ildə elə bir tumurcuq qoyub, get-gedə də böyüyür. Tamamlanmayıb, amma tamamlanmaq üzrədir və mən çox istəyərdim ki, bu tamamlansın və işıq üzü görsün. Mən bu layihəni edim və ki, bu mənim çoxdan arzuladığım dirijor filmidir. Bu yaranmışdı rəhmətli Yaşar Nuri aktyorumuz, böyük aktyorumuz. Yəni mən çox o insanı həm insan kimi dəyərləndirirdim, çox istəyirdim, həm aktyor kimi inandırım ki, bu xaricdə yaşasaydı çox böyük bir uğur qazanardı. Bir sualın üzərində yaranmış bir ideya idi ki, Yaşar müəllim, bu qədər rol oynamısınız, nə oynamaq istəmirsiniz ki, oynamamısınız? Yəni, Samir, mən dirijor oynamaq istəmişəm həmişə. Dedim, Yaşar müəllim, mən seyv elədim və yaratdım doğrudan bir, tam olmasa da bəzi hissələrini yaratdım, danışmışdım ona. Elə oldu ki, o da çox sevinirdi, çox xəstələndi, qismət olmadı. Mən Evə Qayıdıram filmində 2011-ci ildə mən epizodda çəkdim onu. Çox istəyirdim oyuna işləməyə də, yəni. Və aşpaz rolunda çəkdim. Qısa bir rol idi, amma dəyərli idi. Elə bir Sovet kazarmasında Azərbaycanlı personaj idi, yəni. Çox sevimli. Orada çəkiləndə, inandırırsınız, bu 3 gün çəkilişi oldu. Hamısı oradakı kazarmadakı bizim çəkiliş komandasından başqa kazarmanın cəmaatı da var idi. Əskərlər, ofitserlər yığışırdılar başına.
nəsə danışırdı, artıq hamısı xoşbəxt idi ki, olaraq. Orada mənə bir dəfə demişdi ki, Samir bax, mən burada epizodda çəkilməyimin səbəbi dirijordur ya. Yəni onu da demişdi o vaxtda da, danışmışdı o vaxt ki, Nazirlə də şey eləmişdi o. Axı qismət olmadı, amma bu layihəni mütləq şəkildə ərsəyə gətirəcəm və ithaf edəcəm onu Yaşar müəllimə. Samir bəy, bir rejissor kimi yox, bir tamaşaçı kimi necə düşünürsünüz? Ekranda hansı mövzular çatmır? Tamaşaçı nəyə acdır? Nəyi biz göstərməliyik? Nəyə göstərməliyik bilmirəm, amma nəyə göstərməməliyik bilirəm. Aha, maraqlıdır. Nəyə göstər? Biz də son zamanlar çox problemlərə, sosial problemlərə yol verirlər. Yəni sosial problemləri bədiləşdirirlər. Anlata bilirəm ya, bu artıq sosialdırsa, bunun artıq ünvanı var. Sosial filmlər, necə deyim, dokumental filmlərdən bunu göstərə bilərsən. Bunu biraz bədiləşdirən, mən demirəm amma olmasın. Əlbəttə ki, hər bir filmin içərisində necə deyim, bir mesajın olmalıdır. Sosial da ola bilər. Nəsə olsun, problem yoxdur. Amma tam olaraq onun üzərində bir filmi quranda Yaqut xan, bu biraz mənim sənətsal gəlmir də, elə bir başa düşürsünüz. Biraz nə qədər də yaxşı film eləsən, artıq o sosial kimi görsənir. Ki olub da hal-hazırda, bizdə indi o tendensiya var. İstəyir, məsələn, qabardırlar da, belə deyək. Lap düzgündürsə, bir şeyi çox qabardırlar. Yəni ki, narkomaniyanın əleyhinə bir film göstərmək istəyirlərsə, onu çox qabardırlar. Bu ola bilməz. Demirəm, amma həyatda daha betər ola bilər. Amma bədii film olaraq göstərdiyin təqdirdə bu biraz ifrata varır və artıq bədiliyini itirir və sənətdən çıxır. Anlata bilirəm. Çünki sənətin özünün elə bir xətti var ki, bu özəlliyi ona görə daşıyır. Sən o xətti nə aşmalısan, nə də ona az olmalıdır. Bir qırmızı xətt kimi götürsək. Bu biraz ifrata varırlar şeydə. Və yaxud da bəzilərdə çatdırmırlar. Mən hamısından nail eləmirəm. Yəni. Amma başqa, təbii ki, istəyərdim görəm, orijinal əsərlər görmək istəyərdim çox. Özəllikdən. Çox üzr istəyirəm. Bu tək Azərbaycana deyil, aid deyil. Yəni, bu, hətta indi Hollywood filmlərinə baxanda da artıq 10 dəqiqədən sonra baxmaq istəmirsən. Çünki bilirsən sonda nə olacaq və artıq gördüyünü görmüsən. O qədər çoxdur ki, məlumata, yəni film baxımından. Artıq sana, mən bunu görmüşəm də falan filmdə, daha yaxşısı var idi. Niyə bir də sən baxım, vaxtımı itirim? Vaxt çox önəmli bir faktora çevrildiyi üçün artıq gərək onu qarşısındakı tamaşaçının vaxtını dəyər verərək işini görəsən. Samir bəy, özəllikdən danışdıq. Samir Kərimoğlu, rejissor olaraq sizin özəlliyiniz nədən ibarətdir? Nəyinə fərqlənirsiniz? Onda mən elə bir, məsəl üçün, komandamın dilindən deyim. Mən heç vaxt əsəbləşmirəm. Doğrudan. Heç vaxt əsəbləşmirəm. Bu tək çəkiliş məkanında yoxsa? Heç kəs mənim səsimi yüksəldiyini görməz və yaxud da mənim kiminləsə pis danışdığımı. Təbii ki, bu bir şey kimi təkəbbürdən kənar özüm də eləyəm, orijinalda da eləyəm. Amma set özü vadar edir insanı dəyişməyə. Çünki elə bir məqamlar olur ki, yenə də qayıdıram vaxt məsələsinə. Bizim vaxtımız çox məhduddur da. Və həmən o məhdud saatlarda, saniyələrdə hiss olunur maddi tərəfə. Anlata biləyim. Yəni, artıq bir günləri mən bu hissəni, bu epizodları çatdırmasam, getdi, bir dənə də əlavə gün olmalıyım. Bu artıq büdcədən getdi. 2 qat itirirəm. Həm vaxtımı, həm pulumu. Həm də ki, o şeyə də münasibət dəyişə bilərdi. Buna baxmayaraq, yenə də sakitçiliyim məni onunla həll eləyə bilir. Mən, necə deyim, mən özüm buna inanıram deyə belədir. Yəni, bunu oynamıram deyim sən ki, sakitçilik. Uşaqlara da deyərəm, sakitçilik onsuz da olan olacaq, fərqi yoxdur. Oldusa bunu yaxşı tərəfə mütləq qəbul eləmək. Bir də gördüm də, şükür Allah, məsəl üçün deyim,
25 il demək olar fəaliyyətimdə, rejissorluq fəaliyyətimdə burada hər şey daxildir. İstəyir reklamdır, istəyir klipdir, istəyir filmdir. Çəkiliş müddətində heç vaxt demək olar ki, məndə təxirə salınan bir şey olmayıb. Nə gözəl. Olmayıb. Yəni şükür Allah. Bilmirəm, bəlkə də yadımdadır. Olsaydı yadımda olardı, düzdür. Hər şey vaxtında. Yolunda gedməyən çox şeylər olub. 100%. O momentində sakitçilik saxlamaq məcburiyyətindəsən ki, sənin bir dənə impulsun bütün komandanı dağıda bilir. Yəni dolur o sanki içindəki aktyorlar əl-əl xüsus. Məsələn, dünənləri ikinci rejissorum elə onu başa sardım. Deyirəm, aktyorla işlədiyin təqdirdə, üstündən qışqırdığın təqdirdə bitdi işi. O sənə texniki yaxşı oynasa da, o sənə energetika verməyəcək. Yəni bu energetika kino, yəni onsuz da sənət energetikadır da. Yəni mənə görə. Çünki bu enerji ilə insan qidalanır və tamaşaçı ötürür ki, tamaşaçı oradan müsbət və yaxud da mənfi. Burada aktyorla işlədiyi və yaxud da onun üstünə qışqırdığın və yaxud da kobud rəftarın onu artıq hər hansı bir kompleksə salır. Və o komplekslə bu günlər yenə də deyirəm, yaxşı addaça verə bilər sənə, yaxşı texniki göstərə bilər, amma bütün film boyunca o həmən enerjini daşıyacaq, o artıq sənə başqa bir insan kimi. Amma mən həmişə onu saxlamışam ki, mən dost oluram, mən çox istəyirəm, doğrudan çox istəyirəm aktyorlarımı da, komandamı da, çünki artıq bunlar bir idi, anlata bilərəm. Bir ailə hələ boş deyilmir də. Birlik olaraq layihəni. Biz onsuz da bir şeyi, bir dənə işi bir yerdə görürük. Yəni sabahlar deyəcəklər ki, rejissor işi yaxşı idi, aktyor işi pis idi və yaxud da tərsinə də başa sala bilirəm. Yəni deyə bilməz. Dediyim təqdirdə artıq orada film yoxdur da. Məsələn, hansısa bir filmə baxsan deyirsən ki, bax burada rəssam işi mükəmməldir. O deməkdir ki, o birisilər yaxşı deyil. Anlata bilirəm. Burada gərək hamısı tamamlansın ki, tamaşaçı da yaxşı bir film görsün. Ən birinci mən özüm. Yəni mən özüm tamaşaçı kimi görmək istəyirəm. Məsəl üçün 2014-də çəkdik. Kommersiya yanaşmaydı da, düzdür Yaqut xanım. Demək, yenə də deyirəm, biz bunu məqsəd qoymuşduq ki, biz film çəkək, güldürək və gülək. Mən çəkə-çəkə gülürdüm artıq özüm. Anlata bilirəm və proses gedir, gülürəm. O enerjini alıram, qaytarıram və bitməyib hələ montajdadır. Mən artıq prodüserlərlə danışanda dedim, uşaqlar, bu film, baxın, belə bir heç bir şey olmayıb. Bir necə deyim? Bizdən öncə heç bir film kassa yığmır da geri dönüş olmuyor. Heç bir filmdə olmamışdı ona görə. Amma mən bu sözü deyirəm, uşaqlar, bu film girir və partladır. Yəni sizin şey dilindən partladır və bunun böyük qayıdışı olacaq. Neyniyəcək sonra? Oturub bir dəfə ikinci seyrəsini və yaxud da artıq hər kəs, mən məsəl üçün çəkmək istəmirəm, siz çəkmək istəyirsiniz və bunu oturaqla. Neysə. Bu artıq öncədən bəllidir. Və həmən ki o enerjindən danışıram ki, qayıdır. İstəyir, drama çəkirik, hər hansı bir yerində baxıram, məsəl üçün Gözəl xanımla işlədiyimiz bir səhnə var. O səhnəyə baxıram, artıq kövrəlirəm də, özüm kövrəlirəm. Mən artıq tamaşaçıyam, mən artıq gələcək tamaşaçıyam. Mən bir ildən sonra bu filmə baxan tamaşaçıyam. Görürəm, demək gedir, yerindədir, yolundadır. Siz bir lokomotiv kimi ardınızca artıq mənim sənətim onu məndən tələb edir, Yaqut xanım. Səmir bəy, və son olaraq mən çox istəyərdim öyrənim bir rejissor kimi ürəyinizdə qalan dirijordan başqa hansı janrda olan bir filmi təqdim etmək istərdiniz? Yox, mən üçün ən üstün janr onsuz da dramadır. Yəni mən bu janr dramanın içərisində o demək deyirlər, yəni tragediyasıdır. Bu ağırlığın içərisində həmən ki o dialoqlar dediyim işığı göstərməkdir. Yəni mənə görə Allah həmişə o işığı hər bir çətin vəziyyətdə necə qoyursa, mən o filmlərimdə istəyirəm onu əks etdirim nə qədər də az, yəni bacardığımız qədər. Yolunuz həmişə işıqlı olsun. Hamımızın, tək mən istəmirəm məndə olsun. Azərbaycanda bütün sənət adamlarımızın, pozitiv düşünən, daha doğrusu insanlarımızın hamısının işığı uğurlu olsun.
İnşallah. Həmişə belə stabil, özünü idarə edə bilən, sakit. Yeri gəlmişkən deyim ki, sakitlikdən bəzən çox əsəbləşən digər insanlar da var. Onlara rast gəlməyəsiz. O sakitliyinizə sakitlik və peşəkarlıq. Sakitliyinizə peşəkarlıq da qatan insanlar Bunu da çox bir daha olsun. qeyd edeyim ki, hər kəsin öz dili var Yaqub. Hər kəsin öz dili var. Yəni bu getdikcə biraz mən yaşada olduqca da bunun da tam əmin oluram ki, yəni fərqi yoxdur. Bu kimin üçünsə bu o qədər zalım və yaxud da hər hansı bir xoşa gəlməz bir cəhətlərinə malik olan bir insanın özünün də dili var ki, o ilə də danışmaq olar məncə. Amma onu da tapmaq üçün öncə insan özünü yaxşı tanımalıdır. Mütləq, hə, mütləq. Necə ki, mən hiss edirəm siz özünüzü yaxşı tanıyırsınız. Özünü tanımamaqdan başqa nəzərə almalıdır ki, bu insan başqa insandır. Yəni bu görmək istədiyi kimi deyil də. Hər insan elə sən istədiyin kimi olmur. Sən də onların istədiyi kimi necə deyilsənsə, onlar da eyni dərəcədə beləsə bir baxış açısı olsa rahatlaşarlar. Mən sizə uğurlar arzu edirəm. Çox təşəkkür edirəm. Mən təşəkkür Gəldiniz. edirəm. Sağ olun. Əziyyət çəkdiniz. Yeni layihələrdə sizi yenidən studiyamızda qonaq Təşəkkür edirəm. gözləyirik. Çox sağ olun. Təşəkkür. Cinema Radio, Cinema Radio, Cinema Radio.